Salam, dəyərli izləyicilər, əziz həkimlər və hörmətli pasientlər. Yenidən sizlərlə efirdəyik. Hüquq TV internet kanalının səhifəsində tibb hüququ ilə bağlı proqramımızda sizi salamlayıram. Çəkilişlərimiz üçün bizə bu şəraiti yaradan Alim Hospitalına, onun bütün kollektivinə və rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. Nəzərinizə çatdırım ki, biz mütəmadi olaraq verilişlərimizi buradan sizin diqqətinizə təqdim edəcəyik. Verilişlərimizin məqsədi ondan ibarətdir ki, ayrı-ayrılıqda hər birinizi, xüsusilə də həkimlərimizi öz hüquqları barədə maarifləndirək. Axı, hər birimizin və ümumilikdə əhalinin sağlamlığının keşiyində duran həkimlərin də hüquqlarının müdafiəsinə ehtiyac var. Həkimlərin də bu günləri hər birimizlə ayrı-ayrılıqda qarşılaşarkən müəyyən hüquqi problemləri yaranır, çətinlikləri yaranır. Gəlin biz hüquqlarımızı öyrənək. Gəlin hüquqlarımızı qorumağı bilək, pasientlərlə rəftarımızda, davranışımızda zəruri addımların həyata keçirilməsi üçün üzərimizə düşən vəzifələri öyrənək. Mən vəkil Hikmət Babayevlə proqramımızda daimi görüşəcəyik. Sağ olun, salamat qalın.